Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir. Bakı WS-in məlumatına görə aidiyyəti qurumlar yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidən qurma proseslərinin başlanacağını bildirir. Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 260 qəzalı bina mövcuddur. Onlardan 228 Bakıda, 21 Sumqayıtda, 11 isə Gəncədə qeydə alınıb. Paytaxtda söküntülərin aparılacağı ərazilər artıq müəyyənləşib. Qəzalı binalar Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarını əhatə edir. Binalar mərhələli şəkildə söküləcək, onların yerində şəhərsalma tələblərinə uyğun yaşıllıq zolaqları, parklar, yol infrastrukturu və yeni yaşayış binaları salınacaq. Qeyd edilir ki, proses yalnız təhlükəsizlik məqsədini daşımır, həm də şəhərin ümumi görünüşünü yaxşılaşdırmaq və müasir urbanizasiya standartlarına uyğunlaşdırmaq məqsədi güdür. Hazırda paytaxtın müəyyən ərazilərində aparılan söküntü zamanı sakinlərə 2700 azındək kompensasiya təklif olunur. Söküntü aparılacaq ərazilərdə yaşayan sakinlərin köçürülməsi və sosial məsələlərlə bağlı qərarlar mərhələli şəkildə açıqlanacaq. Bu isə ölkədə geniş miqyaslı şəhər yenilənməsi prosesinin başlanğıcı kimi qiymətləndirilir. Qısa şərh, bu təşəbbüs həm təhlükəsizliyi təmin edir, həm də Bakının və digər şəhərlərin müasir urbanistik simasının formalaşmasına xidmət edir. Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata çatdırılıb. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımından vacibdir. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləğinin artmasına səbəb olacaq. Həmçinin daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Əgər ailənin 5 üzvü var və rəsmi aylıq gəliri 900 manatdırsa, 2025-ci ildə həmin ailə üçün ehtiyac meyarı 1425 manat, 5 nəfərə 285 manat hesablanırdı. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat idi və ailə ünvanlı sosial yardıma müraciət etdikdə ayda orta hesabla 525 manat yardım ala bilirdi. Bayramov vurğulayıb ki, bu ildən məbləğ artır. Həmin ailə üçün ehtiyac meyarı 1500 manata, 5 nəfərə 300 manata yüksəlir və gəlir dəyişmədiyi halda aylıq yardım 525 manat deyil, 600 manat olacaq. Deputat qeyd edib ki, hazırda 76 min az təminatlı ailənin 350 mindən çox üzvü ünvanlı sosial yardım alır. Bu isə artımlardan faydalanan ailələrin sayının kifayət qədər çox olacağını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bir şəxsin etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini birbaşa yaradır, dəyişdirir və onlara xitam verir. No Comment az xəbər verir ki, qanunvericiliyə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən 1 il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə isə əhəmiyyətsiz hesab olunur. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və müddəti göstərilməyən etibarnamə, notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs onu ləğv edənədək qüvvədə qalır. Müasir dövrdə sənədlərin elektronlaşması ilə etibarnamələr də elektron formada verilə və idarə oluna bilir. Bu halda etibarnamə onu verən şəxs tərəfindən istənilən vaxt ləğv edilə, müddət bitdikdə avtomatik qüvvədən düşə və ya müvafiq dövlət orqanı vasitəsilə geri çağırıla bilər. Qısa şərh, elektron etibarnamələr istənilən vaxt ləğv edilə bilər, müddət bitdikdə avtomatik qüvvədən düşür və notarius tərəfindən təsdiqlənmiş xarici etibarnamələr yalnız ləğv edilənədək qüvvədə qalır. İsrail Xarici İşlər Naziri Gideon Saar yanvarın 26-sında Bakıya səfər edəcək. No Comment az xəbər verir ki, bu barədə A Global saytı məlumat yayıb. Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan Xarici İşlər Naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxstana səfər edəcək, İsrail mənbəsi bildirib. Xatırladaq ki, noyabrda Gideon Saar Azərbaycana mümkün səfəri ilə bağlı paylaşım etmişdi. Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik. Qısa şərh, səfər iki ölkə arasında diplomatik əlaqələrin möhkəmləndirilməsi və birgə əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycanda uzun illərdir müzakirə mövzusu olan sənədsiz evlərin leqallaşdırılması prosesi yeni mərhələyə qədəm qoya bilər. 2026-cı ilin şəhərsalma və memarlıq ilə elan edilməsi plansız tikililər, riskli zonalarda yerləşən və çıxarışı olmayan yaşayış sahələrinin taleyini yenidən gündəmə gətirir.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu il 500 mindən çox evin sənədləşdirilməsi mümkündür. Bu addım vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və dövlət büdcəsinə əlavə vergi daxil olmaları vəd edir. Xüsusilə kənd və qəsəbələrdə illərdir mülk sənədi, kupça problemi ilə üzləşən minlərlə ailə prosesi maraqla izləyir. Globalinfo Azza danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi bir neçə mərhələdən ibarətdir. Onun sözlərinə görə torpaq sahəsinin yenidən alınması tələb olunduqda, bu praktika zamanı tez-tez rast gəlinir, müəyyən maliyyə öhdəlikləri yaranır. Bələdiyyə rüsumları və ilkin qeydiyyat üçün xidmət haqları ödənilməlidir. Məsələn, torpaq sahəsi 600 kvadrat metr olduqda, hər sot üçün nəzərdə tutulan bələdiyyə rüsumu tətbiq olunur. Ramil Osmanlı bildirib ki, sənədsiz ev sahibləri ümumilikdə çıxarış üçün rüsum və xidmət haqları, texniki pasport üçün ödənişləri nəzərə alaraq, bəzi hallarda 3500-4000 manata qədər xərcləyə bilərlər. Əgər torpağın yenidən alınması tələb olunmursa, yalnız tikilinin ilkin qeydiyyatı aparılırsa ödəniş daha aşağı olur. Orta hesabla çıxarış üçün rüsum və xidmət haqları təxminən 200 manat, texniki pasport üçün isə 200-300 manat arasında dəyişir. Ümumilikdə xərclər tikilinin ölçüsündən asılı olaraq 500.000 manat arasında olur. Ekspert vurğulayıb ki, elektronlaşma prosesi asanlaşdırır. Portal üzərindən müraciətlərin qəbul edilməsi və onlayn sənəd dövriyyəsi vətəndaşlara sənədləşdirməni məsafədən həyata keçirməyə imkan verir. Fiziki olaraq rayon, şəhər və qəsəbə mərkəzlərinə dəfələrlə getməyə ehtiyac qalmır. Bir çox bank müştəriləri elə hesab edirlər ki, banka olan borclarına görə yalnız məhkəmənin qəti qərarından sonra maaşlarından tutulma ola bilər. Lakin reallıq tam başqadır. Son zamanlar vətəndaşlar məhkəməyə çağırılmadıqları halda, iş yerlərinə gələn icra məktubları ilə şoka düşürlər. Heç bir məhkəmə prosesi olmadan maaşınızın bir hissəsindən necə məhrum ola bilərsiniz? Bankların istifadə etdiyi bu gizli hüquqi mexanizm nədir və ən əsası bu prosesi necə dayandırmaq olar? Tanınmış vəkil Elvin Səfərov Oxu24.com müsahibəsində hər kəsin bilməli olduğu məqamlara aydınlıq gətirib. Banka kredit borcunuz var və bank sizin borcunuzla bağlı məhkəməyə müraciət etməyi. Lakin iş yerinizə icra şöbəsindən məktub gəlib və sizin əmək haqqınızdan hansısa bir faizdə məbləğdə pul tutulması göstəriş kimi iş yerinizin mühasibatlığına gəlib. Bu nə ilə bağlıdır və bunun əsası nədən ibarətdir? Azərbaycanın qanunvericiliyi icazə verir ki, məhkəmə qərarı olmadan onu əvəz edən notariusun icra qeydi deyilən bir sənədlə icra qeydi çıxarılsın və bank bu zaman notariusa müraciət edir. Həmin notariusun icra qeydi çıxır və həmin o qeydi birbaşa icra olunması üçün icra şöbəsinə gedir. İcra şöbəsi də sizin iş yerinizin mühasibatlığına göstəriş xarakterli müraciət edir. Həmin müraciət əsasında sizin əmək haqqınızdan tutulur. Bildiyimiz kimi, Azərbaycan qanunvericiliyin görə məhkəmə qərar olmadan notariusun icra qeydi vasitəsilə banklar sizə qarşı öhdəliklərlə bağlı iddia qaldırır. Ərizə verir və həmin ərizənin nəticəsində sizin əmək haqqınızdan rəmi qaydada pul tutulur.